Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila liqa'i yevmiddin nehmeduhu ve nesta'inuh. Aleyhisselamın xutbəsinin başqa bir hissəsində, təqribən 8-ci hissəsində göylərin yaranmasından sonra göy əhlinin barəsində Həzrət söhbət edir. Buyurur ki, sümmət fətəqə ma beynəs səmavatil ula fəmələhünnə ətvarən minəl mələikə. Sonra Allah Teala o uca olan göylərin arasını genişləndirdi və onu mələklərlə doldurdu. Keçən dəfə danışanda dedik ki, Allah Teala küləyin vasitəsilə suyu çalxalandırdı, sıxdı və qaldırdı göyə. Oradan köpüklər əmələ gəldi və köpüklərdən də göyün təbəqələri əmələ gəldi. Dedik ki, göyün 7 dənə təbəqəsi var və Qur'anın da bir neçə dənə ayəsində göyün 7 təbəqə olmasına işarə edir. Bu 7 rəqəmi bəzi yerdə çoxluğa dəlalət edir, bəzi yerdə isə həqiqi mənasında işlənir. 7, yəni elə 7 dənə təbəqə. Bir də var 7 təbəqədən məqsud, yəni çoxlu təbəqələr ya çox bir şeyə işarə eləmək. Burada əksər alimlərin, təfsirçilərin yazdığına görə 7 dənə təbəqədən məqsəd elə həqiqi 7 təbəqədir və biz gördüyümüz bu göy, bu səma o göyün həmin təbəqənin birincisidir. Hətta bunu elmdə sübut eləyir ki, biz bu yerin birincisindəyik. Məsələn, Palmar rəsədxanasının, məruf olan, məşhur olan rəsədxanasının deməli, verdiyi məlumatlara görə ki, deməli, milyonlarla təzə ulduzlar kəşf olunub ki, onların bəziləri bizdən 1000 milyon işıq ili fasiləsi vardır. İşıq ili fasiləsi vardır ki, bunların hamısı göyün birinci təbəqəsinə aiddir. Məsələn, Quran-ı Kərimdə Saffat surəsində buyurur ki, İnna zəyyənnə səmaəd dünya bizinətil kəvakib. Biz dünya göyünü ulduzlarla zinətləndirdik. Fussilat surəsində buyurur ki, və zəyyənnə səmaəd dünya biməsabihə. Biz dünya göyünü ulduzlarla, işıqlarla zinətləndirdik. Mülk surəsinin 5-ci ayəsində buyurur ki, və ləqəd zəyyənnə səmaəd dünya biməsabihə. Biz həqiqətən dünya göyünü ulduzlarla, işıqlarla deməli işıqlandırdıq və zinətləndirdik. Bunların hamısı dəlalət edir buna ki, bu göy həqiqətən 7 təbəqədən ibarətdir və biz gördüyümüz həmin bu səma birinci təbəqədir ki, bundan sonra 7 dənə, 6 dənə təbəqə vardır ki, bu günləri elmin həmin təbəqələr barəsində heç bir anlayışı, heç bir fikri yoxdur. Və bu 7 təbəqənin olmasına bizim əlimizdə dini cəhətdən, hədis və ayə cəhətdən dəlillər varımızdır. Amma elmi cəhətdən isə onun sübutuna bu günləri dünyanın bir şeyi olmasa da, onun nəfiyinə, onun inkarına da bir şey yoxdur. Yəni, bu günləri elm o 7 təbəqənin olmasını sübut da eləyə bilməsə, inkar da eləyə bilmir. Amma onun sübutuna bizim təəbbüd yolu ilə ayə və rivayətlər varımızdır. Ki, bu söhbətin ardında buyurur ki, Allah Teala bu uca olan göyləri genişləndirdi və onların arasında, təbəqələrin arasını genişləndirdi və onları müxtəlif mələikələrlə doldurdu. Müxtəlif mələikələrlə doldurdu. Ondan sonra Həzrət mələklərin barəsində başlayır danışmağa. Minhum sucudun la yerkəunə. O mələklərdən bir dəstəsi var, səcdə halındadılar və rükuya gəlməzlər və rükuun la yəntəsibunə. Bir dəstəsi rükû halındadılar yaranan gündən indiyə qədər ki,
qiyama qalxmazlar və saffunə la yetəzayəlun, bir dəstəsi onların səhvlərdə dayanıblar, cərgədə dayanıblar, ibadət itaət edirlər ki, heç vaxt bunların cərgələri, səhvləri pozulmaz. Elə axıra qədər də o cərgələrdə, səhvlərdə dayanıb ibadət eləyəcəklər, təsbih deyəcəklər və musabbihun, bu mələikələr təsbih deyirlər, la yəsəmun, heç vaxt da bu təsbih deməkdən yorulmurlar, zikr deməkdən yorulmurlar. Əksinə, hər dəfə zikr deyəndə daha da zikr deməyə onlarda demək olar ki, şövq çoxalır. La yəqşahum navmul uyun, bu mələikə ki, göyün mələikələridir, ərşin mələikələridir. Bunları deməli, gözlərinə yuxu, göz yuxusu heç vaxt bunların gözlərinə gəlməz. Mələk özü bir dənə nurdur, lətif olan bir dənə nurdur. Onun insan kimi gözü yoxdur, amma görmə qabiliyyəti var. Lətif olan bir nurdur və şəkil müxtəlif formalara da düşə bilirlər. İt donuz sürətindən başqa qalan insan surətlərinə, yaxşı surətlərə düşə bilirlər. Öz varlıqları da lətif olan bir nurdan ibarətdir ki, onlar hər bir varlığı əhatə eləyə bilirlər və ondan xəbərdar ola bilirlər, onu görüb, onu hiss eləyə bilirlər. Məqsəd la yaxşahum navmul uyun, gözlərə ariz olan, gözlərə gələn yuxu heç vaxt onlara ariz olmaz. Və la səhvül uqul, və əqillərin elədiyi səhv heç vaxt onlarda baş verməz. Onlar heç vaxt səhv eləməzlər. Və la fətrətul əbdan, onlar dedik ki, bir lətif olan nurdur, maddi bədənləri yoxdur onların, ta bədən süstlüyü onlarda əmələ gəlsin, bədən yorğunluğu onlarda əmələ gəlsin ki, heç vaxt bədən yorğunluğu da onlara ariz olmur, onlarda əmələ gəlmir və onlar Allah Taalanın onların boynuna, öhdəsinə qoyduğu vəzifələrə yarandığı gündən ta Allah nə vaxta qədər istəyəcəksə, o vaxta qədər əməl eləyəcəklər və zikirlərin deyib işləri ilə məşğul olacaqlar. Və la qəflətun nisyan, unutqanlıq qəfləti də heç vaxt onlara ariz olmayacaq. Bu bir dəstə ərşidə olan mələklərin işidir ki, ancaq zikr eləməklə, qiyam eləməklə, rüku eləməklə və səcdə eləməklə məşğuldurlar ki, dedik ki, heç vaxtda nə yorulmayacaqlar cisim cəhətindən, əql cəhətindən səhv eləməyəcəklər və yuxu heç vaxt onlara ariz olmayacaq və unutqanlıq da heç vaxt onlara ariz olmayacaq. Heç vaxt onlar belə bir hadisə baş verməyəcək ki, bir mələk desin, mən unutdum, ona görə qəflət elədim, məsələn, bu zikri demədim. Bu iş onlarda baş verməyəcək. Və minhum ümənau əla vəhyi, onlardan bir dəstəsi vardır ki, mələklərdən Allah Taalanın vəhyinin əminləridirlər ki, Allahın vəhyin yerə gətirərlər və Allahın yer üzündə və əl-sinətu ilə rusili, Allah Taalanın öz peyğəmbərlərinə olan dilidir onlar, danışan dilidir. Allah Taala onların vasitəsilə yer üzündə olan öz elçilərinə vəhiy göndərib, söz göndərib, əmr göndərib, hökmləri göndərib, bir növ deyək ki, Allahın onlar danışan dilləridir və vəhyinin əminləridirlər. Və müxtəlifunə bi qəzaihi və əmri, bir dəstə həmin bu vəhy əminləri olan mələklər, Allahla peyğəmbərlər arasında vasitəçi olan mələklər, müxtəlifunə bi qəzaihi və əmri, müxtəlif, yəni Allahınla peyğəmbərin arasında Allahın qəza və əmrlərinə görə gəlib gedənlərdirlər. Onlar bu işləri yerə gətirirlər və yerdə olan xəbərləri deyək göyə aparırlar, ya hökmləri gətirib yerdə təhvil verirlər Allahın elçilərinə, qayıdıb gedirlər. O vəhiy mələklərindən söhbət gedir. Ola bilər başqa mələklər var, gəlib yer üzündə başqa işlə, başqa əmrlə məşğuldur, onun vəzifəsi ayrıdır. Bu sadəcə vəhiy mələkinin hökmüdür və müxtəlifunə bi qəzai. İmam Hüseyin əleyhissalam özün
bir nəfərə tanıtdıranda deyəndə mən kiməm? Buyurdu ki, nəhnu əhl-i beytun nübüvvə və mə'dənur risalə və muxtələful məlaikə. Biz əhl-i beytun nübüvvətük və risalət mədəniyik və mələklərin gəlib gedən yeriyik. Muxtələful məlaikə, yəni mələklərin gəlcid etdiyi yeriyik biz. Mələklər bizə gələr və qaydar. Bu, məsələn, bir var bizim evimizə mələk gələr, qaydar, bir də var bizim özümüzə muxtələfül məlaikə, yəni Həzrət buyurur ki, biz özümüz muxtələfül məlaikə, yəni mələk bizim özümüzə gələr və qaydar. Hətta Kərbəla yolunda İmam Hüseyin əleyhissalamdan bir nəfər soruşur ki, bəlkə fikirləşəsən bu Yezidlə bir ortaq nöqtəyə gələsən ki, məsələn, hər şey düz olsun, Allah istəyən kimi olsun da bir növ eşitdirmək istəyirdi İmam Hüseyin əleyhissalama ki, bəlkə sən də fikirləşəsən, bəlkə sən də nəyisə düz eləmirsən. Həzrət ona buyurdu ki, Mədinədə mənə rast gəlib bu sualı versəydim, mən sənə mələklərin və əmin olan Cəbrəilin bizim evimizə haradan gəlib getməyin, onun o gəlib getdiyi qapını sənə göstərərdim. Ki, məqsədi bu idi ki, o adamın ki, evinə mələk gəlib gedir, o adamın ki, özünə mələk nazil olur, o səhv eləməz. Və minhumul həfəzətu li ibadihi. O dəstədir, mələklərdən bir dəstəsi vardı ki, onlar Allah Taala'nın bəndələrin qoruyurlar. Allah Taala'nın həfəzə, hafiz sözündən qorumaq mənasınadır ki, Allahın bəndələrini qoruyurlar. İki mənada tuturlar bunu və iki ehtimal veriblər. Hər iki ehtimalın olması da bir-birinin ziddinə deyir və mümkündür birinci ehtimal ola, mümkündür ikinci ehtimal ola və lap yaxşısı budur ki, hər iki ehtimal ola. Yəni o mələklərdən bir dəstəsi bir ehtimalın budur ki, insanların əməllərini deməli, bəli, qoruyurlar, hifz eləyirlər, yazırlar ki, buna Qur'an-ı Kərimdə ayə varımızdır. İn kullu nəfsin ləmmə aleyhə hafiz. Hər bir şəxsin elədiyi işlərə biz bir nicəhban, bir hafiz, mühafizəçi, yazan qərar vermişik. Sonra İnfitar surəsində buyurur ki, və innə aleykum ləhafizin kiramən katibin. Sizi qoruyanlar var, qoruqçular var ki, sizi qoruyurlar. Həmişə neynirlər? Kiramən katibin. Daim sizin əməllərinizi neynirlər? Yazırlar ki, rəqibun ətiyqudun mələkləri ki, var insanların daim yanında olarlar ki, qədim el arasında insanların çiynində olarlar. Çiynindən məqsəd, yəni daim başlarının üstündə olarlar. Onlar hər hansı elədikləri əməlləri neynirlər? Yazarlar. Bax, həmin ona işarədir. Bu ayələr dəlalət eləyir ki, hafizdən məqsəd, yəni insanların əməllərini hifz eləyib, qoruyub, yazan mələklərdən söhbət gedir. İkinci nəzər isə insanları, yəni mömin olan insanları, Allahın yanında bir dərəcə tapmış insanları mələklər neynirlər? Bəlalardan, xətalardan, təhlükələrdən qoruyurlar ki, buna da yenə Rə'd surəsinin 11-ci ayəsində bir ayə varımızdır ki, ləhu muəqqəbatun min bəyni yədəyhi və min xəlfihi yəhfəzunəhə min əmrillah. İnsan üçün məmur mələklər var, daim onun qarşı tərəfində, onun arxa tərəfində, onun başının üstündə o hadisələrdən və bəzi xoşagəlməz hadisələrdən insanları neynirlər? Qoruyurlar. Bu ayədə dəlalət edir ki, o mələklərdən bir dəstəsi insanların özlərin təhlükələrdən qoruyurlar. Bəs bu fikrin ikisini də Qur'an-ı Kərim təsdiqləyir və minhum əl-həfəzətu li ibadihi. Məqsəd budur ki, o mələklərdən bir dəstəsi vardır ki, Allahın bəndələrini qoruyur. Yəni bir dəstəsi onlardan insanların əməllərini yazır ta qiyamətin gününə qədər, həyatı boyu və ondan sonra bir dəstəsi isə insanların özünü təhlükələrdən qoruyur. Vəssədənətu li-əbvabi cinani. Bir dəstəsi də vardır ki, Allahın behiştinin qapıçılarıdır o mələklərdən. Və minhumus sabitətu fil ərəzinə sufla
əqdamuhum vəl-mariqətu minəs-səmail ulya a'naquhum. Onlardan bir dəstəsi də vardır ki, hamilan-ı ərş deyərlər bunlara ki, ayaqları yerin ən aşağı təbəqəsində dayanıbdır, qoyulubdur, başları da demək mariqətu minəs-səmail ulya, uca olan göylərdən də yuxarı keçibdir. Bunun təsəvvürü biraz çox çətindir. Burada ayaq, baş mənası ki, vəl-xaricətu minəl-əqtari ərkanuhum, onların bədənləri bu yer kürrəsinin, yerin məhdudələrindən də keçib, böyüdür. Bunlar mümkündür, bugünkü müasir insanın zehninə biraz çətin gəlsin, amma bəzi misallarla bunu demək olar ki, düşünmək olar. Biz bayaq dedik ki, mələklər bir dənə lətif olan nurdan varlıqdırlar. Onların vücudları lətif bir nurdur ki, onlar eləyə bilərlər həmin nur yerin altından ta ərşə qədər əhatə və bu kainatı bütöv məhdudələrin hamısını əhatə eləsin. Adi məsələn bir rabitə dalğası, bir telefon dalğası görürsünüz ki, bütün dünya hamısı onun vasitəsilə bir-biri ilə əlaqə saxlayır, bir-birindən rabitədə olur, danışır, baxır, görür. Bunlar hamısı göstərir ki, insan kiçik olan insanın kiçik elmindən bu məsələlər demək vücuda gəlibsə, Allah Taala'nın da yaratdığı lətif olan bir nur bütün yer kürrəsinin birinci təbəqəsindən ta göyün axırıncı təbəqəsinə qədər əhatə eləyə bilərlər. Ayaqları yerdədir və başları göydən yuxarıdır. Bu mənadadır. Və münasibətu liqəvaimil ərşi. Onlar demək olar ki, ərşin qaimlərini, ərşin altına qədər onlar demək olar ki, başları gedib çıxır da, təqribən o dediyim mənasında əqtafuhum. Liqəvaimil ərşi əqtafuhum. Onların çiyinləri ta ərşin altına qədər gedib çıxıb. Əlbəttə, bunun çiyini ərşin altına gedib çıxıb qədər deməkdə və yaxud hamilanı ərş deyəndə, ərşi hamilləri deyəndə mənası bu deyir ki, bunlar ərşi saxlayırlar. Biz keçən dəfə demişdik ki, Allah Taala 7 dənə göyü sütunsuz yaratdı və onları göydə, elə deyək ki, o formada saxladı. Ona hamil lazımdır. Sadəcə bunların vəzifəsi başqa bir vəzifədir, amma əhatə dairələri bu dərəcədədir. Nakisətun dunəhu əbsaruhum. O ərşin altında onlar bayaq dediyimiz mənada gözlərini aşağı salarlar və mutələffəunə təhtəhu biəcnihətihim. O ərşin altında onlar öz qanadları ilə özlərini örtüblər, özlərini büküblər ki, indi o qanad da bir mənaya, onun özünə də bir açıqlama lazımdır. Hər halda o nur-i lətifdən olanda onun qanadı da nur-i lətifdəndir. Məzrubətun beynəhum və beynə məndunəhum hucubul izzəti və starul qudrəti. Onlarla aşağı olan məxluqların arasında həmin o dediyimiz mələklərlə, bu axırıncı qism dediyimiz mələklərlə ondan aşağı olan məxluqların arasında izzət hicabları və qüdrət pərdələri ilə onlar hicablanırlar. İzzət və qüdrət pərdələri onları bir növ özlərindən aşağıki məxluqdan neyib ayrıbdır. Yəni, belə demək olar ki, izzət və qüdrət onlarda bir dərəcədədir ki, onlardan aşağı olan məxluqat onlardan hicablanırlar ya onlar bu məxluqatdan hicablanırlar ki, məqsəd budur ki, heç vaxt onlardan aşağı olan məxluqat onları neynəməyəcək, dərk eləməzlər. Əgər onları dərk eləməkdən ötürü gərək ki, onlardan bərabər, onlarla bərabər məxluq ola, ya onlardan üstün məxluq ola, ya məsələn insan olan nur-i lətifdən yaranmış, amma cisim formasına düşmüş, məsələn, Peyğəmbər, məsum insanlar kimi bir şəxs ancaq onları neyə bilərlər? Dərk eləyə bilərlər. La yətəvəhhəmunə rəbbəhum bit-təsvir. Həzrət bu qism mələklərin barəsində, onların xasiyyətləri barəsində danışır, onların
Allaha nisbət mövqeləri barəsində danışır. Deyir, heç vaxt onlar Allahı zehinlərində təsəvvür eləməzlər. Çünki zehin özü bir dənə varlıqdır ki, o da bir növ varlığı, mövcudu məhdudəyə salır. Bir sərhəd, bir çərçivənin içərisində salır. Məsələn, biz bəzən dənizi fikirləşəndə milyardlar, məsələn, kubmetr deyək, dənizin suyu ya kvadrat metr sahəsi olan dənizi zehnimizə gətirəndə o məfhum zehnimizin içərisində, zehn məfhumunun içərisində onu kiçildib, sonra o dəryanı təsəvvür edirik. Və yaxud böyük bir sahəni nəzərimizə gətirib, onun barəsində düşünəndə onu kiçildirmiş formasını, böyük insanı kiçik bir aparatla şəklini çəkmək kimi o formada təsəvvür edirik. Və əksər hallarda da biz Allah Taala'nın özündə o cürə zehnimizə salıb təsəvvür edəndə bir növ onun məhdudiyyətin, onun varlığının, qüdrətini bir növ kiçildirik. Hətta bəzən misal vuranda da bəzi misallar da vururuq ki, hətta bəzən onlar yerinə də düşmürlər. Amma deyir, bu mələklər heç vaxt öz zehinlərinin məfhumuna salıb Allah Taala'nın varlığın, deyək ki, Allah Taala'nı məhdud eləməzlər. Və la yücrunə əleyhi sifatil məsnuin, heç vaxt o mələklər yaranmışların sifətin neynəməzlər? O Allahın üzərində cari eləməzlər. Və la yəhuddunəhu bil əmakin, o mələklər Allah Taala'nı məkanlarla məhdud eləməzlər ki, keçən dəfələrdə danışmışdıq ki, bəzi insanlar məkana məhdud eləyirlər Allah Taala'nı, məkanlarla məhdud eləməzlər. Və la yüşurunə ileyhi bin nəzair, nə də Allah Taala'ya misallar vurmazlar. Deməzlər, məsələn, biz danışanda deyirik, məsələn, kitab, məsələn, bunun kimi, dəftər bunun kimi, məsələn, onlar Allah Taala'nın barəsində fikirləşəndə misallarla Allah'a düşünməzlər. Onların o varlığı Allah Taala'nı başa düşməkdə, dərk eləməkdə tam başqa bir formadadır ki, bu hissədə Allah Həzrət mələklərin barəsində danışdı. Bəs nəticə bu oldu ki, 8-ci hissəsində bu xutbənin buyurur ki, Allah Taala 7 dənə təbəqəni bir-birindən fasilələri yaratdı. Onların arasını mələklərlə doldurdu. Bir dəstəsi qiyam, bir dəstəsi rüku, bir dəstəsi səcdə halındadır, bir dəstəsi səhvdə dayanırlar, heç vaxt ayrılmazlar və ağılları, bədənləri, gözləri onlara Allah zikri deməkdə mane olmaz. Bir dəstəsi də insanları qoruyur, bir dəstəsi də hamilanı ərşdirlər ki, axırıncı dəstə ki, onların barəsində danışdıq. Və sallallahu ala səyyidina və nəbiyyina və alihi tahirin.